mənəsi yox. Deməli, indi biz duruya əlavə eləməliyik. 1 kilo 345 qram. Deməli, bu qədər duruya əlavə edirik. Haradasa 1 kilo 410 qram. Nə qədərlədir? İndi orada axır 105 qram. 105 qram duruya əlavə edib. Biz bunu yaxşıca yenə qarışdırırıq. Yəni, burada görürsünüz, bu su kimidir. Burada nə çatışmır? Nə çatışmır? Ay, sağ ol. Yəni, bunun əsas məsələ birə qatılaşdırmanın səbəbkarı bu undur. İndi biz unu ələkdən qəşəng əliyirik, düz tərəzinin üstündə, indi siz görəcəksiniz. Neçə qram gedir? Yəni, siz bunu uca daha videoda yazarsınız, baxarsınız, o cür hazırlayarsınız, yəni sizdə də burada kimi qəşəng alınacaqdır. Getdik indi. İndi baxın, tərəzdə 1 kilo 415 qramdır. İndi unu da mən çəkeyim, görün nə qədər mən bunu əliyəsiyəm. Yəni düzü qab biraz batacaqdır, amma onun heç bir nəyi yoxdur, hamı göz qabağında. Az-az tökürük, qarışdırırıq. Mən sizə onu qatılaşma alyan vaxtı mən sizə deyəcəm ona. Bu uca ələnmiş undur, qəşəng ələnir. Yox, mən prosede göstərəm ki, yəni ki, adama bilsin nədir, necə ələnmək lazım, nə qatmaq lazım. Yəni tərəzi ilə. Gəl mən bunu bura qoyayım, rahatca özüm yumuşağı sonra tərəzi göstərəcəm hamısını onu. Bu arada bir dənə çay içək. Uca boğazlar quruyub, boğazlar quruyub. Həm də bir azma soyuqlamışam.